Salam, belə bir fəza məsələsinə baxaq. Deyək ki, alfa müstəvisi üzərində düzbucaqlı ABC üçbucağının, deməli ABC düzbucaqlı üçbucaqdır. AB hipotenuzuna paralel olaraq düzbucaq təpəsindən keçir. Deməli, alfa müstəvisi ABC üçbucağının AB hipotenuzuna paralel olaraq düzbucaq təpəsindən keçir. AB hipotenuzdursa, C'miz onda düzbucaqdır. Deməli, bir müstəvi keçəcək bu. Müstəvi AB hipotenuzuna paralel C düzbucaq təpəsindən keçir müstəvimiz. Ardını oxuyaq. Katetlərin alfa müstəvisi, bu müstəvimiz alfa müstəvisidir. Deyir ki, katetlərin alfa müstəvisi üzərindəki proyeksiyası kökdə 8 və kökdə 15'dir. Katetlərimiz bizim burada A və B'dir. Hipotenuzumuz da C'dir. A katetinin müstəvi üzərindəki proyeksiyası kökdə 8'dir. Bilirik ki, A kateti onda mail sayılır. Onda onun proyeksiyasını çəkmək üçün perpendikulyar çəkməliyik. A katetinin proyeksiyası bax bu hissə olacaq. İndi bizim də misalımızda, məsələmizdə. Deməli, A katetinin proyeksiyası deyir ki, kökdə 8'dir. Onda müstəviyə perpendikulyar çəkirik və həmin bu katetin proyeksiyası olur bu hissə. Bu isə AK isə A nöqtəsindən müstəviyə qədər olan məsafədir. Deyir ki, digər katetin proyeksiyası da kökdə 15'dir. Digər katetdən də müstəviyə məsafəni çəkirik. Bunun məsafəsi isə, deməli, proyeksiyası isə kökdə 15'dir. Bu da oldu belə. İndi bizdə deməli, burada məndən nə istəyir? Deyir ki, hipotenuzun alfa müstəvisindən məsafəsi 1'dir. Hipotenuzumuz AB-dir. AB-nin alfa müstəvisindən məsafəsi 1'dirsə, deməli, biz də bilirik ki, onda bu müstəvi üzərindəki A və B nöqtələrin, hipotenuz üzərindəki A və B nöqtələrində müstəviyə qədər olan məsafələr də onda nə olur? 1 olur. Çünki müstəviyə qədər məsafə 1'dir. Onda deməli AK da 1'dir, BH deyək, BH da 1'dir. Məndən də hipotenuzun, deməli, bu müstəvi üzərindəki proyeksiyasını istəyir. Hipotenuzumuz AB-dir. AB-nin müstəvi üzərindəki proyeksiyası, baxın, elə müstəvilərə çəkilmiş perpendikulyarların üzərinə düşən kölgə olur da. Proyeksiya bilirik axı kölgəsidir. Bax, o gəlib düşəcək K-dan H-a. Məndən KH istəyir proyeksiyasını. Hipotenuzun proyeksiyası. Hipotenuzun proyeksiyası da elə özü olacaq burada. Deməli, indi mən nə edəcəm? Düzbucaqlı üçbucağa görə bura bizdə kökdə 8 idi proyeksiya. 1'in kvadratı üstə gəl kökdə 8'in kvadratı bərabərdir A kvadratıdır. A kvadratı bərabərdir 1 plus kökdə 1'in kvadratı plus kökdə 8'in kvadratı. Onda A kvadratı 9, A da olacaq 3. Yəni katetimizin biri 3'dür. B'nin kvadratı da bərabərdir 1'in kvadratı üstə gəl kökdə 15'in kvadratı. B'miz də bizim burada olacaq. Deməli 4. B katetimizdə 4. Katetlərimiz 3 və 4'dürsə, onda hipotenuzumuz olacaq. C'nin kvadratı bərabərdir 3'ün kvadratı üstə gəl 4'ün kvadratı 25. C də olacaq 5. Deməli hipotenuzumuz 5'dir. Deməli hipotenuzumuz 5'dirsə, onda proyeksiyası da elə nə olacaq? 5 olacaq. Cavabımız oldu 5.